Herkese salam, kanalıma hoş gelmişsiniz. Bugün sizinle makyaj masamı ve diğer bölmeleri temizlemeyi düşünürəm. Makyaj məndə kiçik burada bir hissədir. Və digər bölmələrə də saç aksesuarları, zajimlər, abadoklar falan yığmışam və digər aptečka kimi bir şey, dərmanlar, lazımsız adaptörlər falan. Hər bir şey var, yəni qarışıqdır. Bunların da bu belə qarışıq olmağının səbəbi Yusifdir. Bunları qarışdırıb bu iki şkafa əli çatır deyə qarışdırır. Hər dəfə gedir, gəlir. Onun içindəkini bura qoyur, bunun içindəkini ora qoyur, qarışdırır. Burada da saç fenləri, suvenirlər, makyaj çantam falan var. Bandanalar falan var orada. Qarışıqdır, yəni Yusif biraz da qarışdırıb. İndi buranı təmizləmək istəyirəm sizlə bərabər. Sonra isə bura nəsə bir şey skoçdan falan vuracam ki, aça bilməsin. Çünki yəni təmizləməyin bir mənası onda qalmayacaq. Yenə üstündən 5 dəqiqə keçmiş, yenə gəlib qarışdırır. Bunları boşaldıb, içləri bir-bir silib, sonra şkafı silib, bunları yerinə yığacağım. Əslində bunların çoxun bir yerə yığmışam. Amma bunlardan almalıyam, azdır burada. 4 dənədir. Yəni bunlardan alıb buranı bütöv onlardan yığmaq istəyirəm ki, daha səliqəli olsun. Məsələn, bunlar qıraqda qalıb. Bunlara da belə bir şey olsa içine qoysam daha səliqəli görsənər. İsə maskalarımdır. Bunlar isə aksesuarlarımdır. Qızıllar, gümüşlər, prastoylar falan. Bu tük olub. Əslində burada daraqlar var, onlardan tökülüb. Bunlar Yusif'in daraqlarıdır. Bunlar isə mənim, bu isə yoldaşımındır. Əslində teldən çox da istifadə etmədiyimə görə bunlar elə necə var demək olar ki, elə də qalıb. Bu rəngləri daha çox istifadə edirəm deyə bu azalıb elə. Bu paleti çox sevirəm. Makyaj vasitələrini əslində çox sevirəm almağı, amma istifadə etməyi çox da yox. Alıb daha çox yığmağı çox sevirəm. Bu aldıqlarım, yəni məndə olanlar demək olar ki, bir çoxun çox az istifadə etmişəm. Yəni gördüyünüz kimi tem paletlər demək olar ki, yeni kimi qalıb. Ən çox istifadə etdiyim dodaq boyalarıdır. Gördüyünüz kimi bunlar hamısı dodaq boyasıdır. Qələmlər, blesklər, mat, belə. Ən çox dodaq boyası istifadə edirəm. Bir də qaş sabitləyici. O birlərini çox da istifadə etmirəm.
Böyle bir şey almıştım ama renk tonu açıq olduğu için istifadə etməmişəm. Yeni kimi qalıb. Yeni də daha doğrusu açmamışam. Daha sonra Faberlic'dən belə bir palet almışdım. Bu deməli highlighter, rumiana və kontur bronzer də deyə bilərik. Bu yaxşıdır, istifadə edirəm. Sonra Jivin belə bir rumiyanası var. Bunu daha çox istifadə edirəm. Mən də demək olar ki, qırmışam bunu. İstifadə etmişəm. Yəni məndə ən çox bu tonlardır. Korичневый tonlar daha çox özümə araşdırdığım üçün. Daha sonra belə bir qaş geli almışdım, amma bunu çox da sevmədim. İstifadə etmirəm. Daha çox belə tuş tipdə olan şotkalı da, yəni elə qaş gəllərini sevirəm. Onlar daha rahat olur istifadəsi. Daha sonra kollagendən belə bir SPF-im var. 3'ü birində gedir bu. Bu yaxşıdır. Yəni talanı istifadə etməyən və yaxud da BB istifadə etməyən biri üçün bunu vurub çıxırsam biraz da üzdə renk tonunu bərabərləşdirir, üzə biraz renk verir. Ona görə yəni yaxşıdır istifadə. Daha sonra belə bir SPF-im var. Bunu da sevirəm. Çünki bu belə stik formadadır. Çox rahatdır bunun istifadəsi. Faberlic'dəndir bu. Belə istifadə etmək üçündür. Bunun istifadəsi çox rahatdır, yaxşıdır. Amma kiçik boydur da, çox kiçikdir boyu. Daha sonra isə belə bir tonal kremim var, Notun. Əslində mən Notun demək olar ki, heç bir şey istifadə etməmişəm. Bu tonalisin çox tərifləyirdilər. Aldım, amma çox da sevmədim. Bir də rengi də çox açıqdır. Belə bir Payes firmasının tonalisin, bunu çox sevirəm. Bundan qarışdırıram rengin. Çünki bunun Notun rengi çox açıqdır. Qarışdırana daha yaxşı olur. Amma bu firma qəşəngdir. Yəni bu tonalisi daha doğrusu yaxşıdır. Başqa məhsullar istifadə etməmişəm. Bu çox yaxşıdır. Yəni üzdə yaxşı durur. Daha sonra pasteldən belə bir ənlik var. Bu da yaxşıdır. Yəni üzdə belə fresh bir görüntü yaradır. Çox sevirəm bu ənliyi də. Makyaj etməyəndə əsasən istifadə edirəm. Yəni yüngül makyajda daha doğrusu. Bunu isə konturdur. Bunu da Temu'dan almışdım, amma heç sevmədim. Belə bilmirəm. Yaxşı deyil, teksturası istifadə etmirəm. Sadəcə qalıb burada. Belə adı belədir. Bu isə Faberlic'in məhsuludur. Faberlic'in məhsullarını sevdiyimi demişdim. İndi üzüm düşməsin deyə belə tutmuşam ki, üstü güzgülüdür çünki. Deməli belə bir highlighter var. İkinci bölmədə isə belə bir rumiyanası var. Bunu da çox sevirəm. Daha sonra isə belə bir pudra var. Transparan pudra. Bu firma yəni ki, bilərsiniz, tanınmış bir firmadır. Bunu da çox sevirəm. Üzdə belə mat bitiş üçün çox yaxşıdır. Yaxşıdır, yəni bir sözlə sevirəm. Bunu da Temu'dan almışdım. Bu bir linerdir. Üzerinde ise böyle bir şotkasıyla gelmişti, fırçasıyla. Bu da yaxşıdır. Bir dəfə istifadə etmişəm. Yaxşıdır, yəni qalcılığı falan yaxşıdır. Liner çox istifadə etmirəm deyə bunu belə qutusunda saxlayıram. Fırçasını da bura qoyuram, qarışmasın. Belə bir ten var. Bu isə
tünd makyaj edəndə istifadə edirəm. Göz kənarlarına elə tip makyajlar sevirəm. Bunun ləkəsi də nəsə getmir. Daha sonra isə belə bir saç vaksı var. Saçı belə saxıcıqlı tükləri saxlamaq üçün. Bu da stik formadadır. Bu da yaxşıdır. Yəni Faberlikdən yenə bir məhsul. Bu da kiçik boydu, çantaya atmağa falan çox yaxşıdır. Renk tonlarda, yəni tam mənlik. Sadəcə mən parıltılı istifadə etmirəm, amma bunları istifadə edəcəm. Belə bir tuş. Bu da Faberlikdəndir. Faberlikdə çalışdığım üçün, yəni bura məhsullarını alıb yoxlayıram və aldıqlarımın demək olar ki 90% də yaxşı çıxır. Daha sonra Maybelline'dən belə bir tuş. Bunu heç sevmədim. Sadəcə 2-3 qat keçəndə istifadə edirəm. Bu da Maybelline'dəndir. Bu yaxşıdır, amma bunu sevirəm. Bundan daha çox Faberlikin tuşunu istifadə edirəm. Bir qat bundan keçəndə ikinci qatı bundan keçirəm. Daha yaxşı olur onda. Daha sonra isə belə bir qaş üçün sabitləyici. Mən bayaq bunu deyirdim ki, belə tip başlıqda olanlar daha çox sevirəm və daha rahatdır. Burada isə daramaq üçün bir başlığı var. Bunun qiyməti çox uyğun almışdım, 8.50-yə və yəni sabitləməsi də çox yaxşıdır, yəni gün boyu qalır. Ağarma falan da vermir, yəni bir çoxları qaşda ağarma yaradır, amma bayaq göstərmişdim, o qaşımda ağarma yaratdı, amma elə bir şey yoxdur, nə də sabitləməyi də çox yaxşıdır. Daha sonra isə belə bir kollagendən gözaltı. Bu gözaltıdır. Yəni bunu gözaltına da istifadə edirəm, amma bəzən üzə də istifadə edirəm. Örtücülüyü də yüngüldür. Daha sonra belə bir liner. Bunu da istifadə etməmişəm. Bunu səhv etmirəmsə, nəsə bir məhsul alanda hədiyyə kimi vermişdilər. Bu tip çox da istifadə etmirəm. Daha çox bu tipdə istifadə edirəm, qələm kimi. Bu da Eveline'ındır. Bu çox yaxşıdır. Yaxşı məhsuldur. Eveline ümumiyyətlə məhsulları yaxşı olur. Bunlar da qaş sabitləyicidir, amma bu görürsünüz içi belə bir şey olub. Bunlar yəni yaxşı deyil, bunları atacağım. Əslində silməyimə ehtiyac yox idi. Kənara qoyum, ataram. Daha sonra belə Temu'dan almışdım bunu. Bu da saç, balaca saçları yəni sabitləmək üçündür. Bu da yaxşıdır, yəni kiçik olsa da, amma yaxşı bir məhsuldur. Belə bir ağ göz qələmi var. Gözün içi üçün istifadə edirəm. Amma qurudur, yəni yaxşı deyil bu. Bu daha yaxşıdır, yağlıdır. Bunu istifadə edirəm hal-hazırda. Bu isə Temu'dan almışdım. Bu çox yaxşı bir məhsuldur. Belə bir linerdir. Yəni liner çəkə bilməyənlər üçün çox rahatdır, iki tərəflidir. Shorts videolarında göstərmişdim bunu.
Bu Formardan qara göz qələmidir. Bu da yaxşıdır, yağlıdır. Bu isə Home Life-dandır. Ənlikdir. Belə bir kiprik qatlayan, mənim kipriklərim aşağı baxdığı üçün daha çox kipriklər qatlayıram. Belə bir şey almışdım. Güya ki kiprik üçündür. Yəni yuxarı hissələrə dəyməsin deyə tuş vuranda, amma heç bir yararlı bir şey deyil. Bunu da atacağım. Belə bir güzgü və belə bir. Bu isə daraqlıdır bu hissəsi. Daha rahatdır ki, çokan falan daramağı daha yaxşıdır. Bunlar isə Temu'dan almışdım. Dırnaqdır. İçində kleyi də var, plikası da var, balaca. Bu isə dırnağın üstünə yapışdırmaq üçün ürəklərdir. Mən namaz qıldığım üçün dırnaq qoydurmuram. Mən belə dırnaqla istifadə edirəm. Bu da təsadüf hallarda, yəni toya falan gedəndə. Burada belə bir dırnağım da var. Bunu istifadə etmişəm bir dəfə. O birdən isə başqa yerə qoymuşam dırnaqlarıma uyğun olanları. Ki bilirəm ki hansılar hansı dırnağıma uyğundur. Bunlar isə artıq qalanlardır. Bunlar Yusif'in açıqlarıdır. Daha istifadə etməmişəm. İnşallah bu yay istifadə edərəm. Bunları isə Temu'dan almışdım. Belə üçlü set şəklində. Bunları çox sevirəm. Belə bir dəmir açıqlı. Bunlar da set şəklində almışdım. Bunlar isə dörtlü set şəklindəydi. Bunlar da yaxşıdır. Daha sonra belə bir açıqlı. Bunu üstünə qoyaq. Aslında yay üçündür. Daha çox olmalıydım. Bunları Faberlic'dən almışam. Bu qırmızının teksturası çox gözəldir. Bunlar isə gündəliyə daha çox uyğundur. Belə eyni renk görsənə bilər, amma fərqli rənglərdir. Bunu da çox da sevmirəm əslində. Qoxusu biraz qəribədir. Pomadasına çox da istifadə etmirəm. Mən çox blesk, bir də qələm istifadə edirəm. Bu da Faberlic'indir. Bunu da çox bəyənirəm. Ucu bitib demək olar ki, görə bilərsiniz burada necə sevdiyimi. İkincisini almağı düşünürəm. Bunu isə Yusif çox püskünə qoyub. Bu da əslində atlasıdır, amma rəngini sevirəm deyə fırça ilə falan vururam. Bu isə bleskdir. Pomadaların üstündən vururam ki, parladıcı kimi. Bu isə nəmləndiricidir. C vitamini tərkibli. Bu da həmçinin mənim dodaqlarım çox quruduğu üçün yay-qış nəmləndiricilərdən istifadə edirəm. Bu isə bir ara trend olan həmin o nəmləndiricidir. Bunun
Başlığı çox yaxşıdır. Bir dənə də burada varımdır. Amma bu içlərində ən yaxşısı demək olar ki budur. Bunu bura qoyuram ki, tez-tez istifadə edirəm. Bu da parıltılı bir dodaq boyasıdır. Bunun burada güzgüsü var. İstifadə edəndə bu rahat bir şeydir. Bunu Home'dan almışdım. Orada bir ara işləyirdim. Bu ise Büşra Pektaş var. Türkiye'de influencer'dır. Onun firmasıydı. Bu da yaxşıydı ama indi də desən üretilmir o ürünlər. Bunların teksturası da yaxşıdır. Bunlar ise qələmlərdir. Qələmlər də yeni istifadə edirəm. Pomadalarla falan yaxşı olur. Tek de istifadə edirəm, yəni bəzən olur. En çok sevdiğim de bu Pupa'nın olandı. Bu çok yaxşıdır çünkü quru değil, yağlıdır. Yəni teksturası belə deyək, daha yaxşıdır. Bunlar da orta. Bunu da Temu'dan almışdım, unuttum adını. İki tərəflidir bu əslində, yəni istifadə üçün çox yaxşıdır. Bir də belə. Əslində çox da sevmirəm. Biraz dodağı yandırır. Dodağı böyüdüb yandırır. O tip bir pomadadır. Çox da istifadə etmirəm amma qalsın. Pomadalarım əslində bunun 2 qatı idi. Sadəcə istifadə etmədiklərimi atmışam. Və belə bunlar qalır. Yenidən almaq istəyirəm. Çünki mən ən çox istifadə etdiyim makyajda pomadadır. Qələmlərdir, blesklərdir. Bəzən yəni çölə çıxanda hər gün demək olar ki, dodaq boyası istifadə edirəm. Amma başqa demək olar ki, heç nə istifadə etmirəm. Bunlar ise üz maskalarımdır. Mən demək olar ki, həftədə 2 dəfə, 3 dəfə istifadə edirəm belə üz maskaları. Bunu bir Trendyolda məhsul alanda üstündə hədiyyə vermişdilər. İstifadə edərəm. Bunlar ise bu 3 hissəlidir. Yəni birincisi təmizləmək üçündür, ikincisi krem, üçüncüsü isə maskadır. Bunlar ise ama tek istifadeli maskalardır. Bunları da istifadə edərik. Bunlar ise aksesuarlarımı yığıram bu kutuya. Burada Yusuf'un kızılıdır. Filmde nenesi almıştır. Böyle bir set. Daha sonra bunlar da doğulanda takılmıştı. Böyle bir klonsi, böyle bir qol bağı. Bu ise muncuq ise bu da qızıldır. Bunlar hamısı qızıldır. Burada da benim qızıllarımdır. Göstermeye ihtiyaç yoktu. Bunlar ise aksesuarlarımdır. Prosto. İndi ise yerləşdirək. Əvvəl buradan yığmışdım makyajı. Oradan ise aksesuarlar. İndi istəyirəm fərqlilik yaradan. Bura yığım aksesuarları. Aslında o tarafta daha rahattı mənə. Sadəcə olaraq fərqlilik olsun deyə belə edirəm. Sonra yenə dəyişərəm mümkün ki. Belə aslında kutular fərqli olduğu üçün heç cürə düz gəlmir. Bilmirəm necə yığa bilərəm. Belə oldu mu?
Daha sonra isə buradan daraqları qoyuyorum. Əslində daraqları bura qoymaq heç düz deyil, çünki tüklər falan tökülür. Amma başqa qoyacaq deyil yoxdur. Burada daha rahatdır. Bir də bu daraq çox yaxşıdır, saçı yolmur. Mən bunu demək olar ki 3 ildir falan istifadə edirəm. Bu da yaxşıdır, Milan idi. Yaxşıdır, bu da çoxdan da istifadə edirik. 3-4 il olar. Masajördur heç. Bunlar isə Yusifin. Bu isə saç ayırmağı falan. Bu belə əslində əlaqəsiz oldu, amma başqa da hara qoya bilərəm ki. Daha sonra tempoletləri bura qoyarım. Arxada qalsın, çünki çox da istifadə etmirəm. Bu maskaları da bura qoya bilərik. Bunları da istifadə etmirəm. Yəni istifadə edirəm, sadəcə istifadə edəndə oradan götürərəm. Arxada qalsın. Maskaları da bura qoyaq. Bunlar belə qarışıq görsənə bilər, amma dediyim kimi bu qablardan azdır deyə mən də bunlardan alıb bunları daha aydın şəkildə bura yığa bilərəm. Bunları isə onda buradan götürəcəm. Belə oldu. Necədir sizcə? Yaxşıdır. Burada boşluq qaldı. Bura isə kaşloklarımızı qoyuruq. Daha sonra isə keçdim ikinci bölməyi yığışdırmağa. Burada yavaş-yavaş danışa-danışa siz üçün çəkmişəm videonu əslində. Amma baxdım ki, video çox uzun alınır belə olduqda və qərara gəldim ki, bunu tez-tez dəyişdirib üstünə qısa səslər yazmaq daha yaxşı olar məncə. Çünki əks halda çox uzun olacaq. Məncə çox uzun olsa da maraqsız olar. Belə məncə daha yaxşıdır. Əsas makyaj hissəyidir. Onu da bir-bir göstərdim. Burada isə yəni qarışıq məhsullardır. Yığılacaq görəcəksiniz. O hissədən yaxşı görsənmədiyi üçün kameranı bu biri tərəfə çevirdim ki, daha yaxşı görə biləsiniz. Burada isə zajimləri, rezinləri, bandanalar falan yığıram. Əslində bunlar hər birini izah edirəm bir-bir. Danışa-danışa, amma burada tez-tez dəyişdirmək məcburiyyətinə qaldım. Belə göstəreyim yaxından. Buradan qoşmaq olur. Bu isə zaryadka yeridir. Burada da səs çoxaltmaq falan var. Telefona qoşulur və çox güclü səsi çıxır. Buradan da karaoke falan edə bilərsiniz. Çox yaxşıdır. Fraser başlıqlar deyək də ondan almışdım. Bunu shorts videolarda göstərmişəm. Çox yaxşıdır. Belə bir başlıqları var. Mən yəni evdə manikürü özüm edirəm. Burada isə laklarımdır. Belə bir pilkadır, bafdır. Bunları
Özdə evdə özüm elədiyim üçün bura qoyuram. Bu bandiki mən xınada paltarıma uyğun tikdirmişdim. Xatirə kimi saxlayıram. Bu məktubları isə biz qızlarla, sinif qızları ilə bir-birimizə yazmışıq. Xatirə kimi saxlayıram. Bu da məzun yazılan yazıdır. Üstünə sinif yoldaşlarım ürək sözləri yazmışdı. Hər dəfə açıb baxıram. İsə burada sponçları və fırçaları yuyacağıq. Çünki axşam makiyaj edəcəm. Bunları yumalıyam ki, təmiz olsun. Hardasa 2 dəfə, 3 dəfə makiyaj etdikdən sonra bunları yuyuram. Çünki çox çirklənir. Belə, yəni bir dəfə istifadə edəndə belə çirklənir, amma baxın, sanki aylardır yumuram, amma burada 2 dəfə, 3 dəfə istifadə etdilər bunlar. Həmçinin də fırçalar. Çünki axşam makiyaj edəcəm, onun üçün bunları yumalıyam ki, təmiz olsun. Axşam bir yerə gedəcəyik, restorana. Onu da çəkəcəm siz üçün. Və burada bəziləri təmizdir, hansı ki bunlar. Bunlara ehtiyac yoxdur, yəni yumağa, çünki qapaqlıdır. Fırçanı saxladığım ki, toz olmasın. Yəni ona görə bunlar təmizdir, yəni bunlara yumağa ehtiyac yoxdur, yəni toz falan belə yoxdur. Mən sabundan istifadə edirəm fırçaları yuyanda. Uşaq üçün olan uşaq stilinin belə bir sabunudur. Kislər də bununla yuyuram. Sponçlar da, yəni bu daha yaxşıdır məncə.
Pəncərənin ağzına salfet sərib fırçaları bura yığıram. Və makyajım hazırdır. Deməli, bunlardan istifadə etdim. Dodaq boyası olaraq isə bu pomadadan, bu dodaq qələmindən istifadə etdim kənarlarına bu boya və bu bleskdən istifadə etdim ki, daha bir fresh dursun deyə. Çünki makyajım mat olduğu üçün istədim dodağı biraz daha parlaq olsun. Bu qədər, yəni çox az istifadə edirəm və bu aynanı götürəcəm, çantama atacağım. Və unutdum deməyi, makyajdan öncə bu tonikdən istifadə edirəm. Mən bunu əslində hər gün, yəni səhər, axşam istifadə edirəm. Makyajımı yuduqdan sonra bunu istifadə edirəm üzümə. Çoxdan da istifadə edirəm, amma hələ də yəni yarı da demək olar ki, bu çox yaxşıdır, üzü də nəmləndirir həmçinin. Rici istifadə edirdim, amma bu aralar istifadə etmirəm. Təkcə bunu istifadə edirəm elə üzüm üçün. Həm tonik, həm də nəmləndirici kimi istifadə edirəm. Makyajdan da öncə istifadə edirəm. Yəni məncə tananimin üzdə durmağında bir tık da bu yaxşı eləyir. Üzümdə yəni əvvəllər daha biraz belə pütür durardı, amma indi üzümdə daha yaxşı oturur. Və həmçinin bu pudra, məncə onun da daha çox etkisi var, belə deyək. Üzü yəni belə, üzdə yəni tananinin duruşluğunu yaxşı edir. Yaxşıdır, əslində bunu alanda çox da ümidim yox idi, yaxşı çıxar deyə. Çünki pudra istifadə etməmişəm indiyə kimi. Birinci dəfədə istifadə edirdim pudra və bu belə transparent pudradan. Satıcı məsləhət eləmişdi, onun məsləhətini aldım, amma yaxşı çıxdı. Və belə bir məkana gəldik, Bay Məcid Show. Qonağımız var idi, onlarla birlikdə gəlmişdik. Bu məkanı belə internetdə baxıb seçmişdim, amma heç bəyənmədim. Yeməkləri falan yəni sıfır idi. Show falan əslində yaxşı idi, amma yeməklər, məkanı da çox sevmədim. Yəni servis yaxşı deyildi. Xidmət eləyən ofisantlar da yəni yaxşı baxmırdılar. Qablar, nə bilim stollar, yəni heç səliqəli deyildi də. Əslində tələbat burada çox idi, insan çox idi, amma xidmət sıfır dərəcəsində. Gururum aşkıma öyle düşman ki geri dön beni sev diyemem ki. Və bura qədər izləyən hər kəsə təşəkkür edirəm. Bəyənib kanalıma abunə olmağı unutmayın. Hələlik.